Hər vaxt xeyir olsun, dəyərli traderlər. Bugün nələrə baş verəcək beynəlxalq maliyyə birjasına? İlk öncə dünən nələrə baş verdi? Dünən bizim verdiyimiz proqnozlar özünü doğrultdu mu? Sonra gəlirsə, təbii ki, funtun rəqabətində biz dediyimiz nöqtələrə funt getdi və təbii ki, korreksiyalar. Dünən funt bir istiqamətdə 1440 pips yuxarı doğru istiqamətə davam etdirdi və bugün 1441 pips, yəni gündəlik missiyalı və dünən 1440 pips yuxarı doğru istiqamət davam edəndən sonra korreksiyası 800 pips oldu. Və bugün 1.32-200'lərdən yuxarı formalaşdı, alışlardı və qiymət hədəf aradı. Təbii ki, 1.33'lərdir. Dönüş nöqtələri var aşağıda. Satış əməliyyatlarına, yəni siz vermək istəyirsinizsə, ilk öncə 1.31-560'lara, sonra isə 1.31-140'lara diqqət etməlisiniz. Yalnız bu nöqtələrdən aşağıda formalaşarsa, satış əməliyyatlarına yol aça bilər. Gəlin biz keçək Evron dolar rəqabətində nələrə baş verdi. Eyni zamanda nəzər çatdırım ki, bugün yerli saatdan 16:30'da yəni xəbərlər var. Kanadada çıxan xəbərlərdir. Bunu mütləq izləyin və fund Evron dolar rəqabətinə gəldiysə 1.14'lərdən yuxarı formasında, təbii ki, alış əməliyyatlarda 1.13-100'lərdən aşağı formasında satışlardır. Və gündəlik isə 1983 pips, dünən 1100 pips yuxarı doğru hərəkətlə davam etdirdi və 1300 pips dəyər itirdi. Qızıla gəldikdə isə qızıl kimi qalxdı mı, qalxmadı mı, sonra gəldikdə isə yəni maksimumlarda 3245'lərə dünən ən maksimum oldu və yəni ondan sonra korreksiyalara məruz qaldı. Qiymət bizim dediyimiz, göstərdiyimiz Magic platformasında piramidanın içindədir və yavaş-yavaş süzülər aşağı doğru istiqamətə davam etdirməyini biz gözləyirik. Baxa görək bu baş verirmi, vermirmi, bizim üçün heç bir fərqi yoxdur. 3246'dan yuxarı formasında yenidən alışdı. Amma ondan erkən alışlar isə 3233'lər, 3234'lərdir. Və dünən gündəlik isə 81 dollardı, dünən 91 idi və dünən səhər saatlarından 35 dollar qalxdı və aşağı doğru istiqamətdə isə 53 dollar dəyər itirdi. Bizim dünən dediyimiz nöqtələr, yəni 3214'lərdən satış əməliyyatları gəldi, qəşəng də gəlirlərlə nəticələndi və bugün bu əməliyyatda dediyimiz kimi 2333-2334'lərdə də satışlar isə 3198'lərdən gələcək. Keçək biz crude oil'a, yəni crude oil gündəlik missiya 3 dollar 85 sentdir və qiymət dünən 1 dollar 52 sent qalxdı və 1 dollar 78 sent isə dəyər itirdi. Bugün 65'lərdən yuxarı alışlar, 64-20'lərdən aşağı satışlarda. Bitcoin'e gəldikdə alışlar 85.000'dəndir və yuxarı doğru istiqamətə davam etdirəcək. Keçək biz Türk lirəsinə, hələ ki stabil olaraq 38'lərdə fırlanır. Yəni o qədər də bir aktiv hərəkət eləmir. Nə üçün? Çünki stabil olaraq hələ ki saxlayırlar. Və Nasdaq S&P Dow Jones'a gəldikdə isə Nasdaq S&P Dow Jones'lar yəni yuxarı doğru istiqamətdən fokuslanır və təbii ki bu həftə ərzində yenidən yuxarı doğru istiqamətinə davam etdirməsini gözləyirik. Eyni zamanda dəstək xətlərini yaddan çıxartmayın. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə sağ olun. Axşamki xəbərlərdə diqqətli olun.